Salam əziz izləyicilər. Biz bu günləri MHM Müqə giriş kitabından həqiqi ədədlər mövzusunun test izahına baxacağıq. Başlayaq birinci test izahından. Modulda kökdə 7 çıxılsın 2,9, üstə gəlsin modulda 2,5 çıxılsın kökdə 7. Bu zaman daxildəki modul ifadəsinin daxilindəki qiymətlərin kvadratına baxacaq. 2,9 8,41 deməkdir. O kökdə 7-nin kvadratından böyük olduğundan mənfi olur modulun içi. 2,5 də 6,25-də o da 7-dən kiçik olduğuna görə bu da mənfi olur. Deməli modulun içindəki ifadələr yerini dəyişəcək. 2,9 çıx kökdə 7 üstə gəlsin kökdə 7 çıx 2,5. Kökdə 7-lər islah olur 0,4 D variantı. Gəldik ikinci suala. İkinci sualda nə deyir? Kök altında -15-in kvadratı çıxılsın -8-in kvadratı çıxılsın kökün altına -12-nin kvadratı çıxılsın -15-in kubu 3-cü dərəcədən. Baxırıq. Bu zaman nə edirik? Kvadratla kök gedir, qalır. Mənfi modulda -15 çıxılsın. Kvadratla kök gedir modulda -8. Kvadratla kök gedir çıxılsın modulda -12 çıxılsın. Tək dərəcədən olduğuna görə plus olur. Plus 15 bərabərdir. 15 çıxılsın 8 modulda müsbət çıxır. Üstə gəlsin 15. 20 eləyir. Bu da 30. 30-un 20 çıxanda 10 eləyəcək. Cavab B variantı. Gəldik üçüncü suala. Silək buranı. Keçək üçüncü suala. Üçüncü sualda bizə deyir ki, -1 kiçikdir. Çünki -1 kiçikdir A, o da kiçikdir 0. Bu zaman biz bilirik ki, A -1-dən 0, A mənfi qiymətdir. Burada A üstü 5, A üstü 4, A-nın kubu, A-nın kvadratı A. A olsun məsəl üçün -2-də 1. Təqribi -2-də 1. Biz bilirik ki, -2-də 1 üstü 5 eləyir, -32-də 1. A üstü 4 eləyəcək 16-da 1. A-nın kubu -8-də 1. A-nın kvadratı 4-də 1. Bu da eləyəcək -2-də 1. Doğrudur. Biz bilirik ki, buradan bizdən soruşur ən kiçiyini. Ən kiçiyi olacaq -2-də 1. Cavab Y variantı. Gəldik dördüncü suala. 0 kiçikdir A-dan, o da kiçikdir 1-də. Burada isə bizdən soruşur ki, ən böyüyü hansıdır? A-nı təqribi götürək 2-də 1. A-nı təqribi 2-də 1 götürdük. A variantında -A deyir, olacaq -2-də 1. B variantında deyir, -A-nın kvadratı olacaq -4-də 1. Sonra B variantında, C variantında deyir, -A kubu, yəni -8-də 1. Sonra D bəndində deyir, -A üstü 4 eləyəcək -16-da 1. Y variantında deyir, -A üstü 5, o da verəcək -32-də 1. İndi burada bizdən soruşur ki, ən kiçiyi. Ən kiçiyi bizə verəcək, deyir bu, məxrəci böyük olan ən kiçiyi olacaq. Cavab Y variantı. Gəldik 5-ci suala. Silim, gələk 5-ci suala. Beşinci sualda bizə deyir ki, A üstü 5 vur C kiçikdir 0. Sonra A-nın kvadratı vurulsun B böyükdür 0-dan. B vurulsun C kiçikdir 0-dan. ABC-nin işarəsini soruşur bizdən. Burada nə edəcəyik? Birinci bu üçüncü ifadədən baxacaq. B vurulsun C bizə kiçik 0 verdiyindən. İkinci ifadədən baxsaq daha aydın olar. A cüt dərəcədən olduğundan, biz B-yə baxacaq. B böyük 0-dır. Ona görə B müsbətdir. B müsbətsə, üçüncü ifadədən baxacaq, kiçik 0 almışıq. Deməli, C mənfidir. B müsbətsə, C mənfidirsə, birinci ifadədən baxacaq. C mənfi olduğundan A müsbət olmalıdır ki, mənfini müsbətə vuraq, kiçik 0 olsun. Ona görə A da müsbətdir. A müsbət, B müsbət, C mənfi. Cavab eləyəcək A variantı. Gəldik 6-cı suala. 6-cı sualda kökdə 28 çıxılsın 8 və 9 çıxılsın kökdə 7 ədədlərinin kəsr hissələri cəmini soruşur. Baxaq, kökdə 28-dən təqribi 5,3 çıxır, çıxılsın 8, o da təqribi -2,7 verəcək. Bunun tam hissəsi -3-dür. Onda ədədin özündən çıxırıq tam hissəni, yəni -3-ü. O deyəcək kökdə 28 çıxılsın 5.
Bunu tapdıq. Sonra aşağıda təqribi 9 çıxılsın. 7-dən nə çıxacaq? 2,8 təqribi. Bu da verəcək təqribi bizə 6,2. Bunun tam hissəsi 6-dır. Deməli, ədədin özündən 9 çıx köhdə 7-dən çıxacam 6-nı. O deyəcək 3 çıxılsın köhdə 7. Bizə bu ədədlərin cəmini soruşur bizdən. Biz də cəmləyək. Köhdə 28 çıxılsın 5, üstə gəlsin 3 çıxılsın köhdə 7. Köhdə 28-i 4 vur 7 kimi yazaram. O deyəcək 2 köhdə 7. Çıxılsın 2, çıx köhdə 7. Bərabərdir. 2 köhdə 7-dən köhdə 7 çıxanda köhdə 7 verir. Köhdə 7 çıxılsın 2. Cavab eləyəcək Y variantı. Gəldik 7-ci suala. 7-ci sualda da bizdən ifadələrin tam hissələrinin cəmini soruşur. Başlayaq işləməyə. Deyir, köhdə 23 çıxılsın 7. Bir də verib 8 çıxılsın köhdə 28. Bu ədədlərin tam hissələrini tapmalı. İndi başlayaq. Köhdə 23-dən təqribi nə çıxır? 4,5 məsəl üçün. Çıx 7. O deyəcək təqribi -2,5. Mənfi olur tam hissəsi. Onda olacaq köhdə 23 çıxılsın 7, üstə gəlsin 3 bərabərdir. Köhdə 23 çıx 4. İndi bunu tapaq. Təqribi qiymət 8 çıxılsın. Köhdə 5,3 çıxır. O da eləyəcək 2,7. Təqribi qiyməti eləyəcək 2. O da olacaq 8 çıxılsın köhdə 28 çıx 2. O da eləyəcək 6 çıx köhdə 28. Bizdən tam hissələrin cəmini soruşur. Bunun tam hissəsi 2-dir. Bunun da tam hissəsi -3-dür. -3 üstə gəl 2, mənə verəcək -1. Cavab eləyəcək B variantı. Gəldik 8-ci suala. 8-ci sualda bizə deyir ki, modulda 3x çıx y üstə gəlsin modulda 2x çıx 6 kiçik bərabər 0. Biz bilirik ki, modul ifadə heç vaxt mənfi ola bilməz. Ona görə modul ifadələr həmişə burada 0-a bərabər eləyəcək. Onda 2x çıx 6 bərabər 0, x bərabərdir 3-ə. X üstü gətirib burada yerinə qoyacaq. 3 vurulsun 3 çıxılsın y bərabər 0, y bərabər 9. Bizdən nə soruşur? Y-in qiymətini soruşur. Y 9-dur. Cavab eləyəcək C variantı. Gəldik 9-cu suala. Silək keçək 9-cu suala. Bizə deyir ki, aşağıdakılardan hansı qarşılıqlı tərs ədədlər cütüdür? Qarşılıqlı tərs ədədlər nədir? Bizdə hasil 1-ə bərabər olmalıdır. 2-də 1 və -2. Bunların hasili -1 verir. Ona görə bu ola bilməz. -4 və 4 verir. Bunların hasili -16 da ola bilməz. 0,5 və -2. Hasil -1-dir. Ola bilməz. Sonra 0,2 əks ədəddir bunlar. 0,2 və -5. Bu da -1 verir. Ola bilməz. Y bəndində 0,2 və 5 ədədlərin hasili 1 verir. Cavab Y variantıdır. Gəldik indi 10-cu suala. 10-cu sualda bizə nə deyir? 10-cu sualda bizə deyir ki, -5,9 və 3,1 ədədləri arasındakı tam ədədlərin cəmini soruşur. Burada tam ədədlərin cəmi -5, -4, -3, -2, -1, 0, 1, 2, 3. -3 ilə -2 gedir. -2 ilə -2 gedir. 1 ilə -1 gedir. Qaldı -9. -9 elədi cavab C variantı. Gəldik 11-ci suala. 11-ci sualda bizə deyir A bərabərdir -2, B bərabərdir -5, C də bərabərdir -4-ə. İndi bizdən soruşur. Modulda 3 üstə gəl 2A, üstə gəlsin modulda 2B üstə gəl 4-ə, çıxılsın modulda 2C üstə gəl 7. Yerinə qoyaq həll eləyək. Baxaq, A-ya versək -2, eləyəcək 3 çıx 4. Elədi -1 moduldan 1 çıxır. Üstə gələk B-yə versək -5. Eləyəcək -10 üstə gəl 4, eləyəcək -6 moduldan 6 çıxacaq. Çıxılsın. C-nin yerinə -4 qoyacaq. -8 üstə gəl 7. -1 eləyəcək moduldan 1 çıxacaq. Birlər islah olur, yerdə qalır 6. Cavab eləyir B variantı.
Hə, gəldik 12-ci suala. 12-ci sualda bizə deyir ki, A sıfırdan kiçikdir, B sıfırdan böyükdür, B də C-dən kiçikdir. Buradan aydın olur ki, A -1, məsəl üçün B-ni 1 götürək, C-ni də 2 götürək, təqribi beləsinə götürək. Onda ifadəyə baxsaq, modulda B çıxılsın A, sonra üstəgəl modulda A çıxılsın C, çıxılsın modulda B çıx C. Buradan aydın olur ki, B-dən A-na çıxanda bizə müsbət verdiyindən olduğu kimi çıxacaq. Üstə gəlsin. A C-dən kiçik olduğundan C ilə A-nın yerini dəyişəcək. C çıxal. Sonra B C-dən kiçik olduğundan C çıxılsın. Üstə gəl B olacaq. Burada da bizə bərabərdir. Baxıram. Üzr sayın. Burada baxıram ki, C-lər islah olur. Olur. 2B çıxılsın 2A. Buradan da 2-ni çıxartsaq mötərizə xaricinə olacaq B minus A. Cavabım olacaq B variantı. Gəldik 13-cü suala. 13-cü sualda bizə deyir, ədədləri müqayisə edin. A bərabərdir köhdə 7, B bərabər 2,65, C də bərabərdir. İkili salıram mötərizənin içərinə olacaq köhdə 8. Buradan aydındır ki, köhdə 7 köhdə 8-dən kiçik olacaq. Oradan ən böyüyü C-dir. C böyükdür B-dən, o da böyükdür A-dan. O da olacaq B variantı. Gəldik 14-cü suala. Silək, keçək 14-cü suala. 14-cü sualda bizdə nə deyir? Deyir -4,3 -4,3 və 3,6 ədədləri arasında yerləşən tam ədədlərin cəmini soruşur. Baxaq. -4 çıx 3 çıx 2 çıx 1 0 1 2 3. Burada -3-dən 3 gedir, -2 ilə 2 gedir, -1 ilə 1 gedir. Yerdə qalır -4. Cavab eləyəcək B variantı. Gəldik 15-ci suala. 15-ci sualda bizə deyir, modulda 2 köhdə 2 çıxılsın 3, üstə gəlsin modulda 2,7 çıxılsın köhdə 8. Biz yenə bunları kvadrata yüksəltsək, bu eləyəcək 8, bu eləyəcək 9. 3, 2 köhdə 2-dən böyük olduğundan modulun içi mənfi olacaq. 2,7-nin kvadratı 2,7-nin kvadratı 8-i keçdiyindən burada da 7,29 eləyir də keçmir. Yenə mənfi eləyir. Ona görə yerlər dəyişir. 3 çıxılsın 2 köhdə 2, üstə gəlsin 2 köhdə 2, çıx 2,7. 2 köhdə 2-lər getdi. 3-dən 2,7 çıxanda 0,3 eləyəcək A variantı. 16-cı suala baxaq, deyir, müsbət ədədi göstərin. Biz baxırıq. A bəndində deyir, köhdə 3 çıx 1,8. B bəndində deyir, köhddə 5 çıx 2,3. C bəndində deyir 3 köhdə 2 çıxılsın 2 köhdə 5. D bəndində deyir 1 tam dövrdə 4 çıxılsın 5də 7. Y bəndində deyir köhddə 17 çıx 4,3. Burada nə edəcəyik? Ən rahat yolu kvadrata yüksəlmək. Bu 3 kvadrata 3,24 eləyir. 1,8-dən 1,8-in ki 3,24 eləyir. Bu da 3 eləyir. 3-dən çıxanda mənfi verir. Bu getdi. Sonra gəldik bura. 5 köhdə 5-in kvadratı 5 verir. 2,3-ün kvadratı o da 5-dən böyük qiymət verdiyinə bu da mənfi qiymətdir. Sonra burada 9-u vuracaq 2-yə 18, 4-ü vurarsan 5-ə 20. 18-dən 20 çıxanda yenə mənfi verir. Bu variantda getdi. Sonra gəldik. 1 tam dövrdə 4, 1 tam 9-da 4 deməkdir. 1 tam 9-da 4-dən 1 tam 5-də 2-ni çıxanda bu da müsbət verəcək. Ona görə cavabım eləyəcək D variantı. Gəldik 16-cı suala. 16-cı sualda bizə deyir ki, 17-ci suala. Modulda -3 vurulsun. İlk modulda 2 çıxılsın, modulda 3 çıxılsın, modulda -4 bölünsün. Modulda 3 çıxılsın, modulda -2. Bərabərdir. İndi bunu həll edirik. Mən bilirəm ki, modulda -3-dən 3 çıxacaq. Buradan modulda 2 çıxılsın, modulda 3, buradan 4 çıxacaq, çıx 4. Sonra bölünsün, 3 çıxılsın 2 bərabərdir. 3 vurulsun, modulda 2 çıxılsın, -1 eləyir, moduldan 1 çıxacaq, bölünsün, 3-dən 2 çıxanda 1 eləyəcək.
3 vurulsun, 2-dən 1 çıxanda 1 verir, 3-ü 1-ə vuranda 1, 3-ü də 1-ə böləndə 3 eləyəcək. Cavabım elədir C variantı. Gəldik 18-ci suala. Deyir, natural ədədin əksi ilə tərsinin cəmi -4,8 bərabərdir. Bu ədədin tapın. Natural ədədimin x-dır. Bunun əksi -x-dır. Tərsi isə 1/x-dir. Bunların cəmi bizə verir -4,8. Düzdür? Bunu həll etmək üçün başlayırıq. Buradan aydın olur ki, -4,8 nədir? -5 üstəgəlsin 0,2. Düzdür? Deməli, ədədim nə imiş? 5 imiş. Cavab B variantı. Gəldik 19-cu suala. 19-da bizə deyir, A bərabər -3, B bərabər -2, C bərabər -1. İndi yerinə qoyacaq. Modulda A çıx B vurulsun. Modulda B çıx modulda C. Aşağıda A vur B vur modulda C. Baxırıq. A -3'dür, B -2'dir. -5 verəcək. -3 çıx 2 üstəcə olacaq da. -3 üzrü -1 1 verəcək. Sonra modulda B nədir? -2. Modulda -1-dən 1 çıx 1. Aşağıda -3 vurulsun -2 vurulsun moduldan 1 çıxacaq. Bərabərdir. Aşağıda eləyəcək 6, yuxarıda eləyəcək 3. O deyəcək 2,1 0,5. Cavab D variantı. Gəldik 20-ci suala. 20-ci sualda bizə deyir ki, kök altında 108, çıxılsın 2 kök altında 48, çıxılsın kökdə 12, üstəgəlsin 4 kökdə 3. Bunu həll etmək üçün 108-i yazaram, 36 vur 3. 48-i yazaram, 16 vur 3, çıxılsın. 12-ni yazaram, 4 vurulsun 3, üstəgəl 4 kökdə 3. Bərabərdir. 36-dan 6 çıxır, 6 kökdə 3, çıxılsın. 16-dan 4 çıxır, 2 vur 4, 8 kökdə 3, çıxılsın 2 kökdə 3, üstəgələk 4 kökdə 3. Bunu hesablamışsın. 6-dan 8, -2, -2, -4. Bunlar da islah gedir, qalır 0. 0 hansı variantdadır? C variantındadır. Gəldik 21-ci suala. 21-də bizə deyir ki, -5,4 və 4,3 ədədlər arasındakı tam ədədlərin hasilini tapın. -5, sonra -4, -3, -2, 1, ortada 0 var. 1, 2, 3, 4, 0 bütün hasili eləyəcək 0. Cavab eləyəcək D variantı. Gəldik 22-ci suala. 22-ci sualda bizə deyir ki, 243 üstü 0,2 vurulsun. 32-də 1 üstü -0,6 çıxılsın. 64 üstü 3-də 2. Bunu necə yazacaq? 243 üstü 0,2 5-də 1 deməkdir. 243-ü yazacağım 3-ün üstü 5. Onun da üstü 5-də 1. Vurulsun. 32-ni 32-də 1-i yazacağım 32 üstü 0,6. Çıxılsın. 64-ü 4-ün kubu yazacağım. Üstü 3-də 2. 5 ilə 5 gedəcək 3 qalacaq. Vurulsun. Vurulsun. 32-ni 2-nin üstü 5 yazacağım. 6 da 10-da 6 deməkdir. Yəni 5-də 3 deməkdir. Çıxılsın. 3 ilə 3 gedəcək 4-ün kvadratı 16 olacaq. O da eləyəcək 3 vurulsun. 5 ilə 5 edir. 2-nin kubu 8. Çıxılsın 16. Bərabər 3 və 8 24 eləyir. 24-dən 16 çıxacağım. Eləyəcək 8. Cavab eləyəcək D variantı. 22-ci sualda belə. Gəldik 23-cü suala. 23-cü sualda bizə deyir ki, A bərabərdir -15-də 2, B bərabərdir -18-də 5, C bərabərdir -3-də 1. Biz müqayisə eləyin deyir. Bu ədədləri müqayisə eləmək üçün ortaq məxrəcə gətirək. Ortaq məxrəcə gətirmək üçün ən yaxşısı sürətləri bərabərləşdirməkdir. Bunu 5-ə vurarıq. A-nın sürət və məxrəcini 5-ə vurarıq. B-nin sürət və məxrəcini 2-yə vurarıq. C-nin sürət və məxrəcini 10-a vurarıq. O da eləyəcək nə? Mənfi sürətdə 10, aşağıda 75. Sonra B variantında eləyəcək -36-da 10. C bəndində deyəcək 30-da 10. Mənfi. Burada biz bilirik ki, sürətlər bərabər olanda məxrəcdə kiçik olan
Böyük sayılırdı. Sadəcə burada bizdə mənfi olduğundan böyük olan böyük sayacaq. A böyükdür B-dən, o da böyükdür C-dən. B variantı burada. Gəldik 23-cü suala, 24-cü suala. Deyir, qarşılıqlı təsərrüflər üstün. Qarşılıqlı təsərrüflərin hasili 1-ə bərabərdir. A bəndində bizə deyir 0,6-nı 2,5-ə vuranda olmur. B variantında 0-dan %25-i 4-ə vuranda bu da olmur. C bəndində mənfidir. Biri mənfi, biri müsbətdir. Olmur. D bəndində 0,75 və 1,1, yəni 3/4 deməkdir. Bu da 3-ü 4-ə bölsək 0,75. Bu olur. Ona görə D variantıdır. 24-də D variantıdır. Gəldik 25-ə. 25-ci suala baxırıq. 25-də bizə deyir ki, bunu ayrı yazın. Böyük sualdır. 25-ci sualda bizə deyir ki, kök altında mənfi 5-ci dərəcədən mənfi A üstü 5 üstə gəlsin 8-ci dərəcədən mənfi A üstü 8 üstə gəl modulda 3-cü dərəcədən mənfi A-nın kubu modul bağladıq. Üstə gəlsin 6-cı dərəcədən mənfi A-nın kubunun kvadratı. Bunu necə edək? Bunu neyəcəyik? Modulda 5-ci dərəcədən 5-ci dərəcə, 5-in qüvvəti ilə 5-ci dərəcə gedir. Mənfi tək dərəcə olduğuna görə mənfi A olur. Sonra cüt dərəcədən 8 gedir. Modulda mənfi A. Sonra burada da modulda olduğuna görə, tək dərəcə olduğuna görə modulda mənfi A olacaq. Üstə gəlsin kvadratla bu gecə 3 qalacaq. O da eləyəcək kökün altında mənfi A-nın kvadratı. Burada da bərabərdir. Eləyəcək mənfi A üstə gəlsin. Burada mənfi olduğu kimi çıxacaq. Çünki mənfi, əgər A mənfidirsə, elə olduğu kimi də çıxacaq. Çıx A, sonra üstə gəlsin A. Burada da kvadratla bu gedəcək mənfi A. Bərabərdir. A-lar gedəcək, yazacaq mənfi 2A. Cavab eləyəcək E variantı. 26-da bizə deyir. 26-da. Bayaq bunu aid eləmişdik. 5x çıxılsın 8 modulda. Üstə gəlsin 3y çıxılsın 6 bərabərdir 0. Modul mənfi ola bilməz. Modul bərabər 0. Deməli, hər modullu ifadələri 0-a bərabər edəcək. 3y çıxılsın 6 bərabər 0. Y bərabərdir 2-yə. 5x çıxılsın 8 bərabər 0. X bərabər 8-i 5-ə böləcək. 1,6 eləyəcək. O da bizə hasilini soruşur. 2 vurulsun 1,6. O da eləyəcək 3,2. Cavab eləyir C variantı. Gəldik 27-ci suala. 27-ci sualda bizə nə deyir? Baxaq 27-ci suala. 27-ci sualda bizdə deyir, modulda m çıx 2n üstə gəlsin, kökün altında n kvadratı çıx n üstə gələk 4/1 bərabərdir 0-a. Burada deyir ki, m üstə gəl n cəmini soruşur. Biz burada modulda m çıx 2n qalsın, üstə gəlsin. Bu ifadəyə baxsaq ki, bizə müxtəsər vurma düsturudur. N çıx 2/1-in kvadratı bərabərdir 0 verəcək. Deməli, bizdən cəm 0-dırsa, deməli, toplananların hər biri 0-a bərabərdir. M çıx 2n bərabər 0. Sonra bizə verəcək n çıx 2/1-in modulda bərabər 0. M bərabərdir 2/1. Gətirib burada yerinə qoysaq, m çıx 2/1-i 2-yə vursaq 1 verəcək, bərabər 0. M də bərabərdir 1. Bizdən soruşur bunların cəmi. 1 üstə gəlsin 0,5 eləyəcək 1,5. 1,5 də hansı cavabdadır? A bəndində 2/3 kimi göstəriblər. Eləyəcək, gəldik 28-ci suala. 28-ci sualda bizə deyir ki, x kvadrat. Gəldik 28-ci suala. 28-ci sualda bizə deyir ki, x kvadratı üstə gəlsin, kökün altında x çıx 6-nın kvadratı, üstə gəlsin 4y kvadratı, üstə gələk 4xy bərabərdir 0-a. Burada biz x kvadratı ilə 4y üstə gəl 4xy kvadrat düsturu ilə x üstə gəl 2y-in kvadratı şəklində yazacaq.
Üstəgəlsin kökün altındakı ifadələr dərəcə ilə gedəcək modulda x çıx 6 bərabər 0 olacaq. Burada da biz cəm nə vaxt 0 olur? Verilən toplananlar 0-a bərabər olanda x üstəgələ 2y bərabər 0, x çıx 6 bərabər 0. Buradan aydın olur ki, x bərabər 6-ya gətirək x-i qoyaq yerinə 6 üstəgəlsin 2y bərabərdir 0, 2y bərabərdir -6, y bərabərdir -3-ə. Bizdən soruşur x üstəgələk 2y. 6 çıx 6 bərabər 0. Cavab eləyir D variantı. Gəldik 29-cu suala. Deyir 3 ədədin ədədi ortası 9-dur. Bu ədədlərin üzərinə hansı ədəd əlavə etsək ədədi orta 10 olur. Deməli ədədi 3-ə bölmüşük, 9 almışıq. Deməli 3 ədədi toplayanda 27 verir. Deyir 27-nin üzərinə hansısa bir əlavə elədik, 4 oldu. Böldük 4-ə bərabərdir 10-a. 27 üstəgələk x bərabərdir 40-a. X də bərabərdir 40-dan 27 çıxacaq, eləyəcək 13. Cavab eləyəcək C variantı. Gəldik növbəti 30-cu suala. 30-cu sualda bizə nə deyir? Baxaq. 30-cu sualda bizə deyir ki, 3 kiçikdir x-dan, o da kiçikdir 4-dən. Deyir, modulda 2x çıx 6 üstəgəlsin modulda 8 çıx 2x bərabərdir. X-i təqribi götürək 3,5. Gətirib yerinə qoysaq, 2-ni vursaq 3,5 eləyəcək 7, 7-dən 6 çıxsaq müsbət. Deməli, olduğu kimi çıxardacam. Üstəgəlsin, bura qoysam 7, 8-dən 7 çıxanda yenə müsbət verir. Olduğu kimi çıxacaq. 8 çıxılsın 2x. 2x da islah gedəcək, 8-dən 6 çıxacam. Cavab eləyəcək 2. Cavab elədi D variantı. Gəldik 31-ci suala. 31-ci sualda bizə deyir, A bərabər -4, B bərabər -6, C bərabər 2. İfadə verib və o ifadəni həll etmək. Modulda A vurulsun C, sonra modulda B vurulsun C. Aşağıda modulda A. Üstəgəlsin modulda A vurulsun, B vurulsun, C bərabərdir. İndi bu necə eləyəcək? A-nı C-yə vuracaq. Yəni -4-ü 2-yə vuranda -8 modulda -8 vurulsun modulda -6 vurulsun 2. Aşağıda modulda -4. Üstəgəlsin modulda -4 vurulsun -6 vurulsun 2 bərabərdir. Burada verəcək bizə nə? Baxaq, -8-i 6-ya vuranda 8 vur 6, 48, 2-yə vurduq 96, 96-nı 4-ə böləndə eləcək 24, üstəgəlsin 4-ü 6-ya vursaq 24, 24-ü 2-yə vursaq 48, cəmdə eləyəcək 72. 72 hansı variantdadır? C variantındadır. Bu da 31-ci sual. Gəldik 32-ci suala. 32-ci sualda bizə nə deyir? 32-ci sualda deyir 7,1 ədədinin tam hissəsi ilə kəsr hissəsinin fərqini tapın. Biz bilirik ki, 7 üstəgələk 3/1. Tam hissə 7-dir, kəsr hissə 3/1-dir. 7-dən 3/1 çıxacaq, eləyəcək 6,3/2. 6,3/2. Cavab eləyəcək B variantı. Gəldik 33-cü suala. 33-cü -4,2 ədədini -5 üstəgəl 0,8 yazırıq. Mənfi olanda bir vahid artmış olur da. -5 tam hissədir, 0,8 kəsr hissəsidir. Hasilini soruşur. -8-i vuracam 0,8-ə. O da eləyəcək -4 eləyəcək. Cavab D variantı. Gəldik 34-cü suala. 3 çıxılsın 3 bölünsün 3-ün kvadratı vurulsun 3. Üstəgəlsin 3 vurulsun 3-ün üstü 0 bərabərdir. 3 vurulsun çıxılsın. Bu 3 vurulsun 9 verir, 9 1 verir. Üstəgəlsin 3 üstü 0 1-dir, vurduq 3-ə 3. 4 4-ün üstünə 3 7. 2 2-nin üstünə 3 yəni 5 eləyir. 5 cavab B variantı. Gəldik 35-ci suala. 35-ci sualda bizə deyir ki, A bərabərdir kökdə 13 çıx 7 ədədinin tam hissəsini tapın. Baxaq, kökdə 13-dən təqribi çıxacaq nə? 3,5. 3,5-dən 7 çıxsaq, təqribi edəcək -3,5. Bunu da tam hissəsi -4 verəcək. Deməli, tam hissəmiz nə oldu? -4 B variantı. 34-cü sualda beləcəkdir. Gəldik növbəti sual. 35-ci sual. 35-ci suala baxaq. 35-ci sualda nə deyir? Deyir, A və B irrasionaldır. A irrasionaldır. A üstəgəl B sıfırdan fərqli rasional ədəddir. Aşağıdakılardan hansı irrasionaldır? Baxaq. Bu nədir bizdə? Rasional.
Amma ayrılıqda özləri irrasionaldır. Baxaq, 1 bölünsün A üstəgəl B. B var, A variantında deyir. Bizə deyir irrasional olsun. Bu rasional olduğundan biri rasional bölünür, rasionaldır. Bu getdi. B variantında AB bölünsün 2 vurulsun. Mən ortaq məxrəcə gətirəcəm. Olacaq A üstəgəl B. AB-lər gedir. Bu da rasionaldır. Bu da rasionaldır. Ona görə bu da B variantına uyğun deyil. 2 vurulsun A üstəgəl B. Rasional vurulur. Rasional verir. Bu da deyil. D variantında 2A üstə gəlsin B. Burada da cavabım eləyəcək. Bu 38-ci sual idi. Uşaqlar, 38-ci sual idi. Burada elə cavab eləyəcək D variantı. Deyə bilmərik buradakı. Çünki bizə ayrılıqda versə A üstəgəl B, üstəgəl A parçalasaq, A üstəgəl B rasionaldır, amma bu irrasionaldır. Ona görə cavabım irrasional olacaq. Bu 38-ci sual idi. Mən ortada 2 sualı itirdim. Ona görə 37-ci suala geri qayıdıram. 37-ci sualda bizə deyir ki, kökdə 15 çıx 4 ədədinin kəsr hissəsi. Bunun kəsr hissəsini tapmaq üçün təqribi qiymətini tapacağım. Kökdə 15-dən nə çıxır bizdən? Təqribi kökdə 15-dən təqribi 3,9 çıxır. 3,9-dan çıxacam 4-ü eləyəcək təqribi mənfi 0,1. Tam hissə mənfi 1-dir. Biz də kəsr hissəni tapanda dəqiq qiymətdən çıxırdıq, tam qiyməti olur kökdə 15 çıx 3. Bu bizim kəsr hissəmizdir. Sonra kəsr hissəsini tapdıq. İndi o birisi ədədin tam hissəsini tapmalıyıq. 3 çıx kökdə 15-dir. Kökdə 15-dən nə çıxır? Təqribi 3,9 çıxır. Təqribi 0,1. 0,9. O deyəcək mənfi 1. Bunun da tam hissəsi mənfi 1 elədi. Biz də əvvəlki kəsr hissə ilə kökdə 15 çıx 3-ün üzərinə gələcək 1. Çıxacaq 1-i. O da bizə nə verəcək? Kökdə 15 çıx 4. Cavab eləyir Y variantı. 37-ci sualda. Gəldik 39-cu suala. A kiçikdir 0-dan, B kiçikdir 0-dan. İndi burada nə edirik? Bizə kök altı ifadə verib 0,64, A-nın üstü 6, B-nin üstü 10. Deyir ki, kökün altından bu ifadəni sadələşdirin. Bunu eləmək üçün nə edəcəyik? A sıfırdan kiçik olduğundan 0,64 bizdə nədir? 0,8-in kvadratıdır. A üstü 6-nı kvadrata böləndə olur modulda A-nın kubu. B-də modulda B-nin üstü 5. Düzdür? Biz bilirik ki, A-da sıfırdan kiçikdir. Mənfi çıxacaq. Sonra B də sıfırdan kiçik olduğundan o da mənfi olduğuna görə mənfi təsir olacaq, müsbət olacaq. Ona görə cavabım olacaq 0,8 A-nın kubu, B-nin üstü 5. Cavab edəcək B variantı. Gəldik 40-cı suala. Bizə deyir ki, x üstü 5, y üstü 4 böyükdür 0. X kvadratı y üstü 5 kiçikdir 0. Bir də verib x, y, z kiçikdir 0-dan. Gəl indi buradan başlayaq. Bax, ikinci ifadəyə baxın. X-in kvadratı cütdür. X-in kvadratı cüt olduğundan y üstü təkdir. Cavabım mənfidir. Cüt həmişə mənə müsbət verdiyindən, deməli onda y-im nə verəcək mənə? Mənfi verəcək. Y mənfidirsə, y yerlərinə mənfi yazaq. Mənfinin qüvvəti onsuz müsbətdir. Onda x üstü 5 təkdir. Sənə böyük 0 veribsə, deməli bu onda müsbətdir. X-in müsbətdir. Bizdə bu ifadə kiçik olduğundan mənfinin mənfiyə müsbətə vurmalıyıq ki, bizdə mənfi qalsın da, kiçik qalsın. Ona görə z-im də müsbət oldu. Onda x-in müsbət, y-in mənfi, z-in müsbət. Onda olacaq B variantı. Gəldik 41-ci suala. 41-ci suala baxaq. 41-ci sualda bizə deyir ki, mənfi 1-in üstü 2024 çıxılsın. Mənfi 1-in üstü 2026. Sonra müsbət mənfi 1-in üstü 2028. Aşağıda mənfi 1-in üstü 1012 çıxılsın. Mənfi 1-in üstü 1013. Üstə gəlsin mənfi 1-in üstü 1014. Mən bilirəm ki, qüvvət cüt olanda mənfi müsbət olur, tək olanda mənfi qalır. Burada da 2024 müsbət olduğundan mənfi 1 olacaq. 2026 müsbət olduğundan yenə 1 olacaq. 2028 də yenə 1 olacaq. Birlər islah gedir, yuxarıda qaldı 1. Aşağıya baxıram. Cüt olduğundan 1 verəcək, tək olduğundan mənfi olacaq. Mənfi müsbət olacaq. Bu da cütdür, müsbət verəcək. Aşağı eləyəcək 3. Cavab elədi 3-də 1. C variantı.
Gəldik 42-yə. 42-ci sualda bizə nə deyir? Modulda 3x çıxılsın 6, üstə gəlsin 2y çıxılsın üstə gəl 3x çıx 2-nin kvadratı bərabərdir 0. Modul ifadələrin cəmi nə vaxt 0-a bərabər olur? Hər ikisi 0 olanda. Deməli, 3x çıx 6 bərabər 0, x bərabər 2 götürəcək. Düzdür? Gətirib burada x-in yerinə 2-ni qoyacaq. 2y üstə gəlsin. 3-ü 2-yə vuracam. 6 çıx 2 bərabər 0. 2y üstə gələk 4 bərabər 0. 2y bərabərdir mənfi 4-ə. Y də bərabərdir mənfi 2-yə. Bizdən soruşur x, y hasilini. 2 vurulsun mənfi 2 bizə verəcək mənfi 4. Cavab eləyir D variantı. Gəldik 43-cü suala uşaqlar. 43-cü sualda bizə deyir ki, A bərabər 8, B bərabər 6-dır. İndi baxırıq. A-nın üstü 6, çıxılsın B-nin üstü 6. Aşağıda verib A-nın üstü 4, üstə gəl A kvadratı, B kvadratı, üstə gəl B üstü 4. Deməli, yuxarını kub düsturu ilə açsaq, olacaq A kvadratı çıx B kvadratı, olacaq A üstü 4, üstə gəlsin A kvadratı, B kvadratı, üstə gələk B-nin üstü 4. Aşağıda da olduğu kimi qalacaq. Yuxarıdakı ifadə ilə aşağıdakı ifadə islah olacaq. Yerdə bizə qalacaq A kvadratı çıx B kvadratı. 8-in kvadratı çıx 6-nın kvadratı. 64-dən çıxacam 36-nı. O da eləyəcək 28. Cavab eləyir Y variantı. Gəldik 44-cü suala. Deyir, modulda həmişə müsbət çıxır. Olur 8,4 vurulsun 6,4. Mənfi 2,1 vurulsun 0,8. Bu 64-ü 8-ə bölsəm eləyəcək 8. 84-ü 21-ə vursam 4 eləyəcək. Mənfi 4 vur 8 eləyəcək mənfi 32. Cavab eləyəcək D variantı. Gəldik 45-ci suala. 45-ci sual üçün geniş yer açaq. Növbəti sual 45-ci sualdır. 45-ci sualda baxıram. Kökün altında 8-ci dərəcədən 4 üstü 15, üstə gəlsin 4 üstü 15, vurulsun üstə gəl 4 üstü 15, üstə gəl 4 üstü 15. Aşağıda 2 üstü 6, üstə gəl 2 üstü 6, üstə gəl 2 üstü 6, üstə gəl 2 üstü 6. Baxıram. 8-ci dərəcədən 4 üstü 15 4 dənədir. Olacaq 4 vurulsun 4 üstü 15. Aşağıda 2 üstü 6 4 dənədir. İndi buradan kökün altında bizə nə verəcək? 4-də islah gedəcək. 4-ü yazsam 2 üstü 30, 2 üstü 6. Bu da mənə verəcək 8-ci dərəcədən 30-dan 6 çıxacam 2 üstü 24. 24 də 8-ə bölündə 2-nin kubu, o da eləyəcək 8. Cavab eləyəcək 8. B variantı. Gəldik 46-cı suala. Bizə deyir A və B müsbət ədədlər olarsa aşağıdakılardan hansının qiyməti ən kiçikdir? A da müsbətdir, B də müsbətdir. Hərəsinə bir 1 versəm, onda A deyir A çıx B. Birdən 1 çıxsam 0 verəcək. B minus A yenə birdən 1 çıxsam 0 verəcək. Sonra A 1-ə bərabərdir. Sonra mənfi A üstəgəl B bizə verəcək mənfi 2. Sonra B verəcək 1. Buradan fikirləşsək, ən kiçik qiymət mənfi mənfi verəcək. Cavab nə olacaq? D variantı. 46-cı sual. Gəldik 47-yə. 47-də bizə deyir ki, yenə eyni tip sualdır. 47. Bizə deyir, A və B mənfi ədədlər olarsa, onda A-ya verək mənfi 1, B-yə verək mənfi 2. Düzdür? Gətirək, A üstəgəl B deyir. Qoysaq eləyəcək mənfi 3. Sonra A çıx B. Yerinə qoysaq mənfi 1 üstəgəl 2, mənə verəcək 1. Sonra B çıxılsın A. Mənfi 2 üstəgəl 1 verəcək mənfi 1. Sonra mənfi A çıx B. Eləcək 2 üstəgəl 1 bərabər 3. A üstəgəlsin 2B bərabərdir mənfi 1 çıx 4. Eləcək mənfi 5. Bizdən soruşur ən böyüyü. Ən böyüyü hansıdır? 1 olan cavab. O da hansı variantdır? B variantı. Gəldik 48-ci suala. 48-ci sualda bizə nə soruşur? 48-ci sualda bizə deyir, M 0-dan kiçikdir. A bərabərdir 1 böl 5M, B bərabərdir 1 böl 7M, C bərabərdir 1 bölünsün 9M. Elə bil ki, M-ə verək mənfi 1. Bu eləcək mənfi 5 də 1. Bu eləcək mənfi 7 də 1.
Bu eləyəcək -9/1. Biz bilirik ki, mənfilərdə böyük olan böyük sayılırdı. Onda C böyükdür B-dən, o da böyükdür A-dan. C böyükdür B-dən, o da böyükdür Y variantı. Cavab eləyir Y variantı. Gəldik 49-cu suala. Bizə deyir ki, 324, 2, 4, 5, 5 dənə 0 var. Ədədini standart şəkildə yazın. Standart şəkildə biz bilirik ki, 324 ola bilməz. Standart şəkildə 1 ilə 10 arasında qiymət alır. Burada da 1, 2, 3, 4, 5, 324 vurulsun 10 üstü 5. Bir də 3,24 vurulsun 10 üstü 2 vergül getdiyinə görə 7 olacaq bu. Bizdən də standart şəkildə göstərən deyir, 3,24 vurulsun 10 üstü 7. Cavab eləyir D variantı. Gəldik 50-ci suala, axırıncı sualı izah edirəm. Axırıncı sual 50-ci sualdır. Bizə deyir ki, 430 min ədədinin standart şəkildə yazılışında ədədin qiymətli hissəsi ilə tərtibinin hasilini tapın. Bunu da yenə yazacaq. 4,3 vurulsun 10 üstü 1, 2, 3, 4, 5 dənə 0. Qiymətli isə 4,3-dür, tərtibi isə 5-dir. 4,3-ü vuracam 5-ə, eləyəcək bizdə 21,5. Cavab Y variantı. Bu günlük bu qədər, əziz uşaqlar. Sağ olun, gələn dərslərdə qalan mövzularla test izahlarına davam edəcəyik. Sağ olun.